siyasi məhbus kateqoriyasına aid olan şəxslərin hamısı ya amnistiya ilə, ya demək əfv fərmanı ilə azad olunmalıdır. Cəmiyyət yeni bir mərhələyə daşınmalıdır. Söz mətbuat azadlığının inkişafına diqqət yetirilməlidir. Xaricdə yaşayan blogerlərlə münasibət sistemində artıq yeni mərhələnin başlanması ki, oradan Azərbaycana qarşı təhdidlər, söyüşlər və s. olmasın deyə yeni bir mərhələ açılmalıdır. Bəlkə danışıqlar aparılmalıdır, əfv olunmalıdır, qayıtmalıdır və ölkə daxilində artıq özləri də bu istiqamətdə mənəvi bir öhdəlik götürməlidir ki, bu istiqamətdə ölkə daxilində gəlib fəaliyyət göstərəcəmsə, artıq bu sahədə mən demək həqarətlərə, təhqirlərə və s. yol verməyəcəm. Bax, bu istiqamətdə ciddi addımlar atmaq lazım ki, cəmiyyət problemləri həll olunsun. Cəmiyyət problemləri həll olunmasa, mütləq o sütunun altı boşalacaq. Çünki cəmiyyət üç bucaq ətrafındadır. Dövlət maraqları, cəmiyyət maraqları və iqtidar maraqları. Dövlət və iqtidar maraqları qorunur, cəmiyyət maraqları çöküntə gedir. O çökdükcə boşalır və mütləq o üç bucağın sütunları zəifləyir. Bu istiqamətdə biz ciddi addımlar atmalıyıq.